Mənim əziz dostum Şahbaz Şərif baş nazirə mən zəng etdim və onu təbrik etdim ki, bir razılaşma əldə olunmuşdur. Bu da Pakistanın göstərdiyi vasitəçilik səyləri nəticəsində baş verdi. Bu bir daha onu göstərir ki, sizin ölkənizə beynəlxalq səviyyədə böyük hörmət var. Siz yeganə ölkəsiniz ki, vasitəçilik edə bildiniz və bu məsuliyyəti öz üzərinizə götürdünüz və bu hadisələrin cərəyan etdiyinin şahidi olduq. Gördük ki, siz həmin məsələyə baş nazir və feld marşal səviyyəsində bu dərəcədə sadiqlik var idi və son hadisələri və yeni gərginlikləri götürərək, nəzərə alaraq düşünürük ki, ümumiyyətlə bu mübarizədə atəşkəs çox vacibdir. Düşünürük ki, Pakistandan başqa bunu heç kəs belə bir yaxşı dərəcədə edə bilməz. Əminəm ki, siz bundan sonra da səylərinizi davam etdirsəniz, nailiyyət əldə edəcəksiniz və Orta Şərqə sülh gələcək. BTV Xəbər.az